Təşəkkür edirəm. Hörmətli xanım sədir, hörmətli həmkarlar, hörmətli mətbuat nümayəndələri. Azərbaycan Respublikası hökuməti ilə Somali Federativ Respublikası hökuməti arasında diplomatik pasport sahiblərinin qarşılıqlı olaraq viza tələbindən azad olunması haqqında saziş 2025-ci il oktyabr ayının 15-də Kambala şəhərində Uganda Respublikasının paytaxtında imzalanmışdır. Sazişin əsas məqsədi iki dövlət arasında diplomatik münasibətlərin inkişaf etdirilməsi və rəsmi səfərlərin sadələşdirilməsidir. Sazişə görə hər iki tərəfin, hər iki dövlətin etibarlı diplomatik pasportlarına malik şəxsləri qarşılıqlı olaraq viza tələbindən azad edilir və bunlar bu sazişə əsaslanmaqla digər dövlətin ərazisinə daxil olmaq, oradan çıxmaq və tranzit keçmə hüququna malikdirlər. Hər 180 gün ərzində isə 90 gündən artıq olmayan müddətdə müvafiq ərazidə qala bilərlər. Qalma müddətinin 90 gündən artıq olduğu hallarda isə qəbul edən dövlətin milli qanunvericiliyinə görə əvvəlcədən viza alınması tələb olunur və yaxud da digər dövlətin ərazisində müvafiq yaşayış icazəsinin alınması tələb olunur. Həmçinin saziş tərəflərin dövlətlərin ərazilərində yerləşən beynəlxalq təşkilatlarda, eləcə də diplomatik nümayəndəliklərdə və konsulluqlarda fəaliyyət göstərən diplomatik pasport sahiblərinin və onların ailə üzvlərinin hüquqi statusla bağlı məsələləri də tənzimləyir. Bununla yanaşı tərəflər sazişin tətbiqini müvəqqəti olaraq tamamilə və ya qismən dayandırmaq hüququnu özlərində saxlayırlar. Bu addım milli təhlükəsizlik, ictimai asayiş və ictimai sağlamlığın qorunması məqsədilə atıla bilər. Belə qərarlar barədə tərəflər ən azı 48 saat öncədən digər tərəfi diplomatik kanallar vasitəsilə məlumatlandırmalıdır. Həmçinin sazişin 6-cı maddəsinə uyğun olaraq tərəflər persona non grata, yəni arzu olunmaz hesab etdikləri şəxslərlə bağlı tədbirlər görmək hüququnu özündə saxlayır. Sazişin tətbiqinə başlanılması üçün də müvafiq prosedur onun mətnində 12-ci maddəsində təsbit olunmuşdur. Belə ki, tərəflər sazişin qüvvəyə minməsi üçün müvafiq dövlət daxili prosedurların tamamlanmasını təsdiq edən sonuncu yazılı bildirişi diplomatik kanallarla alındığı tarixdən sonra 90-cı gün bu saziş qüvvəyə minəcəkdir. Sazişin qüvvədə olma müddəti 5 ildir. Əgər tərəflərdən biri onun bitməsinə 6 ay qalmış etiraz eləməzsə, növbəti 5 illik müddətlər üçün də saziş avtomatik olaraq uzadılacaqdır. Hörmətli həmkarlar, Azərbaycan Respublikası hazırda BMT üzvü olan 74 dövlətlə diplomatik pasport sahiblərinin viza tələbindən qarşılıqlı olaraq azad olunması haqqında sazişlərə malikdir. Bu istiqamətdə eləcə də ümumi vətəndaş pasportuna malik vətəndaşlarımızın vizası səfər edə biləcəyi ölkələrin coğrafiyasını genişləndirmək istiqamətində fəaliyyət davam etdirilir. Somali Prezidenti cənab Həsən Şeyx Məhmudun cari ilin 12-14 fevral tarixlərində ölkəmizə etdiyi rəsmi səfər çərçivəsində Azərbaycan-Somali ikitərəfli münasibətləri müzakirə edilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev birgə mətbuat konferansında bildirmişdir ki, sitat, təbii ki, tərəfdaşlığımızın mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir. Biz BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcək. Sitatın sonu. Hörmətli həmkarlar, dəyərli mətbuat nümayəndələri, bu kontekstdə mühüm, incə bir siyasi diplomatik məqamı vurğulamaq istərdim. Somali, eləcə də digər Afrika dövlətləri və yaxud inkişaf etməkdə olan kiçik ada dövlətləri, qoşulmama hərəkatına üzv olan dövlətlər Birləşmiş Millətlər Təşkilatında bir səsdir. Bu dövlətlər zaman-zaman BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilirlər və hər hansı məsələdə bəzən həlledici mövqe ortaya qoymaq imkanına malik olurlar. Həmçinin, müxtəlif beynəlxalq təşkilatlarda, xüsusilə Afrika qitəsindən çoxsaylı diplomatlar və yaxud da yüksək səviyyəli məmurlar mühüm vəzifə tuturlar. Mən bunları nəyə görə vurğulayıram? Bilirsiniz ki, 2020-ci ilin payızında Vətən müharibəsi gedən zaman, yəni ön cəbhədə döyüşlərin ən şiddətli vaxtı, diplomatik cəbhədə də bəzi qüvvələr Azərbaycana qarşı ədalətsiz və ikili standartlardan qaynaqlanan mübarizəyə başlamışdılar. Bəzi dövlətlər keçmiş münaqişəni BMT Təhlükəsizlik Şurasının gündəliyinə daşımaq və orada ya BMT Təhlükəsizlik Şurasının qətnaməsinə qəbul olunmasına nail olmaq və yaxud da ki, Təhlükəsizlik Şurası sədrinin adından Azərbaycanın əleyhinə hər hansı bəyanatın qəbul edilməsinə nail olmaq istəyirdilər. Məqsəd ondan ibarət idi ki, Azərbaycanın beynəlxalq hüquqla güclü olan mövqeyini sarsıtsınlar, beynəlxalq müstəvidə bizim mövqeyimizi zəiflətsinlər. 44 gün ərzində ən azı 3 belə cəhd edildi. Amma Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi və ardıcıl diplomatik səyləri nəticəsində bu səylərin, deməli, mübarizənin qarşısı alındı. Ölkəmizin mövqeyinin əsas dəstəkçiləri bilirsiniz hansı ölkələr idi? Məhz əsasən yuxarıda sadaladığım təsisatlarda yer alan dövlətlər idi. Hörmətli həmkarlar,
Azərbaycan və Somali arasında sözü gedən sazişin təsdiq edilməsi haqqında qanun layihəsi Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsində müzakirə edilmiş və yekdikliklə dəstəklənərək Milli Məclisin plenar icrasına tövsiyə edilmişdir. Qanun layihəsinin dəstəklənməsini xahiş edirik. Diqqətiniz üçün təşəkkür edirəm.